Azərbaycanda əhalinin sayı bir neçə il əvvəl 10 milyon nəfəri keçib. Belə təəssürat yarana bilir ki, zamanla milyonlar bir-birini əvəz eləyir. Amma BMT-nin proqnozları əsrin sonuna qədər bizdə əhalinin heç vaxt 11,2 milyon nəfəri keçməyəcəyini, sonradan azalacağını göstərir. Fikir verin, hə? 21-ci əsrin sonundan gedir söhbət. Hələ bismillah. Bismillah. 25-ci ildir hələ. Yəni belə çıx ki, gedib biz 22-ci əsrə çıxanda bizim əhalimiz 11 milyon olacaqdır. Hara gedirik biz belə? Onda erməninin sayı, gürcünün sayı bizimkindən 2 qat artıq olacaq ki, onlara da bizim torpağımız halal olacaq. Yəni yeməyənin malın gəlib yeyəcəklər. Bunu bilək. Mən buradan hökumətə səslənmirəm. Mən ailələrə səslənirəm. Hər kəs bu millətin yaşaması üçün, millətin dünya durduqca durması üçün Allahın verdiyi nemətlərdən istifadə eləməlidir. Allahın onların üzərində qoyduğu əmrlərə başım gözün üstündə deyib əməl eləməlidir. Bir uşağıyla, 2 uşağıyla heç kəs öz xalqını uçuruma aparmamalıdır. Biz özümüzü uçuruma aparırıq. Ay ailələr, ay cavanlar. Ay cavanlar. Əhalinin təbii artım statistikası həmin proqnozları haqq qazandırır. Necə deyərlər? Artmağı dayandırmışıq. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər pandemiya dövrünü saymasaq, son 75 ildə ən aşağı göstəricidir. 2024-cü ildə Azərbaycanda əhalinin təbii artımı 43.400 nəfər olub. Təkcə son bir il ərzində təxminən 11 min nəfər azalma var. 2023-cü ildə əvvəlki illə müqayisədə 10 min nəfər azalma rəsmiləşib. Yəni 2023 ilə 2022, 2023, 2024-cü il bu 3 il ərzində dostlar təxminən 2 il ərzində 21 min azalma var. 21 min azalma. Pandemiya dövründəki statistikanı anlamaq olur. Toyların qadağan edilməsi, nikahların yolunun bağlanması nəyə? Bundan ola bilsin ki, o problem yaratsın. 2020-ci ildədir ancaq o. Azərbaycanda doğum sayının bu qədər az olması axırıncı dəfə 1953-cü ildə qeydə alınıb. 1953-cü ildə. 2024-cü ildə ölkədə 102.310 körpənin doğumu rəsmiləşdirib. Cəmi cümlətən, halbuki 2023-cü ildə 75.000 abort olunub. 75.000 abort. Bu, dövlət xəstəxanalarında rəsmiləşdirilən abortlardan gedir söhbətə, rəqəmlərdir. 1953-cü ildə say 102.000-ə çatmamışdı. 52-ci ildə say 106.000-i keçmişdi. Əvvəlki illərdə isə 100.000-ə çatması da gözə dəymir, dostlar. Fikir verin, ha. Biz qayıtmışıq 1950-ci illərə. İndi 1950-ci illər. Camaat yeməyə çörək, geyməyə paltar, başını soxmağa bir çoma tapmayan bir vaxtlara. Bugün Azərbaycan nefti, Azərbaycan qazı dünya meydan oxuyur. Azərbaycanın təbii sərvətləri partladır. Azərbaycan əhalisinin əlində hamısında kasıb, yetim yesirin əlində, hamısında iPhone, 3.000 manatlıq, 2.500 manatlıq telefonlar. Azərbaycan əhalisinin əynində ayaqqabısı, geyimi, keçimi hamısı bahalı. Bir yasa gedirsən, baxırsan ailənin vəziyyətinə, bir də arvadın geyindiyi şubuya, qalırsan mənətlər, fikirləşirsən ki, qardaşım, bu zorla dolanır, bu ayda 600 manat maaş alır, bu şubanı necə alıbdır bu? Hansı pulla alıb? Nə işin var? Yemir, boğazına tıxmır, uşağın sayını azaldır və əhri məcbur edir ki, get gir kreditə, mənə 2500-3000 manatlıq şub al, nədir ki, mən ölü yerinə gedəndə, yaxud da toya gedəndə atım çiynimə belə hava verə gedim. Biz artıq bu millətə çevrilmişik. Hava atırıq bir-birimizə. Sabah havamız da yavaş-yavaş təkərimiz deşilib, havamız buraxır. Bir vaxt baxacaq ki, diskdə gedirik. Pakrişka cırılır şeydən, dəmirdən. İndiki statistikanın sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqələnməmiz sizə qəribə görünməsin. Ölkədə evlənmək getdikcə daha böyük problem kimi görünür. Paytaxtda bir sıra şadlıq sarayı
mərasim evi kimi fəaliyyət göstərməyə qərar verib. Bəli, bir çox şadlıq sarayları mərasim evinə çevrilib. Amma mən bu qardaşımızla burada razı deyiləm. Təbii ki, mərasim evlərinin çoxalması əhalinin böyük sürətlə o tərəfə getməsinin göstəricisidir. Amma o ölü yerinə çöndərilən şadlıq sarayları ki var, bunlar artıq pulu olmayan şadlıq saraylarının rəhbərləridir ki, restavrasiya iş apara bilmirlər, böyüdə bilmirlər, balaca restoranlardır. Orada həm toy eləyirlər, həm də yaz saxlayırlar. Çünki onların yerini daha böyük restoranına tutub. Dünənə qədər 100-150 nəfər zalı olan deməli bir restoran bugün əvəz olunub 1000-1500 nəfərlə. Ona görə də restoranlarda dostlar, bəzi restoranlar özlərini şeyə çevirirlər, mərasim evinə. Mənə imkan versələr, 2 yetim oğlan götürüb oxudub, xarici dillər öyrədərdim, amma bir qəpiksiz. Niyə imkan vermirlər Rövşən müəllim? Sən getdin, götdün, qarşı kim kəsdi ki? Vüqar, bu bir inkişafdır. Qorxmaq lazım deyil. Hər bir ailə bir uşağı olsa, təhsilli olsa, dövlət düzələcək. Fünni yazır, qətiyyən belə deyil. Bir uşağın doğulması ölkədə qocalmanın sürətini artması deməkdir. Putin o günlərin bir çıxışında bir söz dedi. Dedi ki, bir uşaq katastrof, 2 uşaq yerində sayma, baxa, 3 uşaq bir balaca artım deməkdir. Yəni, artım ölkədə olması üçün mütləq 3 uşaqdan yuxarı olanların sayı çox olmalıdır. Bir uşaq olanların yox. 50-ci, 60-cı illərdə 9-10 uşağı olan kasıb ailələrin övladlarının bəzilərinin 9-u da, 10-u da ali təhsil alıblar. Biz bu günlərin bu düşüncə ilə, bu məntiq ilə özümüz, öz millətimizi özümüz öldürürük. Yəni, özümüzün qatiliyik. Belə deyək. Necə ki, ana öz balasının qatilidir, abort elətdirir, qarnındakı uşağı qətl eləyir. Eləcə də bu günlərin millət olaraq biz özümüzün qatiliyik. Biz özümüzü qətl eləyirik. Yəni, gələcəkdə, məsələn, tutam ki, 100 ildən sonra, indi verirlər ki, 100 ildən sonra Azərbaycanda əhalinin sayı 3 milyona yenəcəkdir. Təsəvvür edin, 3 milyona yenərsə nə baş verər? Və ermənidə də artım bizdən çoxdur. Gürcüdə artım bizdən çoxdur. Nə baş verər onda sizcə? Bura erməni dövləti olmazmı? Onda ermənilərin Xəzərdən Xəzərə, dənizdən dənizə projesi reallaşmazmı? Reallaşar. Yaxud Gürcünün planı reallaşmazmı? Reallaşar. Niyə də reallaşmasın? Çünki onlar millətin, dövlətin qədrini bilir. Bizim kimin istirahətin peşində deyirlər. Biz ancaq yaxşı yaşamaq, istirahət eləmək, keyf çəkməyin peşindəyik. Ona görə biz bunu da bəhanə gətirib bir uşağa ali təhsil veririk. Hələ o bir uşağın böyüyəcək, böyüməyəcək, öləcək, ölməyəcək, o da bəlli deyil. Bu uşağın naxələf olacaq, naqis olacaq, olmayacaq, o da bəlli deyil. Kim nə deyə bilər ki, bir uşağı sən təhsil versən, o qədər bir uşaqlar saya bilərəm ki, öz valideyni vurub kül qabı ilə öldürüb. Ya o qədər bir uşaqlar var ki, küçələrdə bu dəqiqə it otarır. Amma çox ailəli uşaqlar hamısı universitetdə oxuyur.